Forum çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksək səviyyəli dialoqu da keçirilib və dialoqda xüsusilə şəhərsalma problemlərinin həlli istiqamətində atılan addımlardan danışılıb və iqlimə dayanıqlı şəhərlərin qurulması, xüsusilə də Türk dövlətlərinin bu urbanizasiyanın genişlənməsinə verdiyi töhfələrə ayrıca bir yer ayrılıb. Əvvəlcə TDT-yə üzv dövlətlər şəhər planlaşdırması sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Urban Expo sərgisindəki Azərbaycan pavilyonunda keçirilən Türk Dövlətləri Təşkilatının yüksək səviyyəli şəhər dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edib. Bildirib ki, mənzil əlçatanlığı ən mühüm mövzulardan biridir. Son zamanlar bir çox ailələr şəhərsalma layihələrindən yararlanaraq mənzillərə sahib ola bilirlər. Xüsusilə Qarabağda tarixi əhəmiyyət daşıyan binalar və mərkəzlər yenidən qurulub insanlara geri verilir. Qeyd olunub ki, şəhərsalma sahəsindəki mövcud problemlərdə iqlim dəyişikliyinin təsiri danılmazdır. Azərbaycanın COP29-da qazandığı təcrübələrdən şəhərsalma sahəsində faydalanması ölkəmizin bu sahədə təcrübəsini daha da genişləndirir. Dialoqda TDT-nin üzv olan dövlətlərin müşahidəçilərinin də iştirakı ilə regionda urbanizasiya məsələsi və əsas şəhər problemlərinin həlli istiqamətində müzakirələr aparılıb.